100% tələbə bu tipli kub suallarını səhv yazırlar. İlk növbədə kub suallarını yazarkən, kubları həll edərkən bir neçə nüansa fikir vermək lazımdır. Birinci nüans kubların üzlərinin qarşı-qarşıya duruşuna baxmalıyıq. Məsələn, gəlin baxaq. Görürəm ki, bu x-lə, bax bu kubumla, kubun üzü ilə daha doğrusu bu kubun üzü qarşı-qarşıyadır. Çünki ortalarında bir dənə kub üzü var. Bunlar qarşı-qarşıyadır. Tez gəlirəm variantlara baxıram. Görüm bunlar hansı kubda bir yerdədirlər. Baxıram ki, heç bir üzdə bunlar bir yerdə deyildir. Deməli mən buradan heç bir şey çıxarda bilməyəcəm. Sonra görürəm ki, baxın bu düz xəttimlə bu rəngsiz pəncərəm qarşı-qarşıyadırlar. Tez gəlirəm yenə variantlara baxıram ki, düz xəttlə rəngsiz pəncərə hansı tərəfdə qarşı-qarşıya durublar. Yəni hansı variantda bir yerdədirlər, heç bir variantda eyni kub üzündə deyillər. Sonra görürəm ki, bu rəngli pəncərə ilə bu rəngli x qarşı-qarşıya durublar. Aha, burada da görürəm ki, heç bir varianta çıxa bilmirəm. Bunlarda da elə bir variant yoxdur. Yaxşı. Burada bir şey nəticə çıxarda bilmədim. Gəlirəm düzülüşə görə baxmağa. İkinci düzülüş. Gəlin bir-bir variantları yoxlayaq, düzülüşə görə baxaq. Həmişə kubları həll edərkən baxın, kubun bu axırıncı hissəsi var. Bunu qırıq-qırıq xəttlərlə necə var, eyni ilə olduğu kimi gətirin çəkin. Gəldim bax bunu burada rəngləyirəm, olduğu kimi çəkirəm. Bunu da bura olduğu kimi çəkirəm. Gördünüz heç bir döndərmə, çevirmə eləmədim. Olduğu kimi çəkdim. İndi gəlin birinci A variantına başlayaraq baxaq. Deyir ki, düz xətt. Düz xəttin altında deməli bu rəngli fiqur. Aha, doğrudan da görürəm ki, düz xəttin altında rəngli fiqur var və bunlar bir-birinə paraleldir. Yəni görürsüz bu rənglinin ağ hissəsi var. Bu ağ hissə düz xəttə perpendikulyar dayanıb. Sonra və bunun sağında isə rəngli hissənin sağında isə x var. Gətirin bax bu x-i bax buradan aşırdıram. Mən x-i hansı tərəfə aşırdıramsa aşırdım, onsuz da formasını itirməyəcək. Olduğu kimi dayanacaq. Baxın, indi siz bir dənə bax bu istiqamətdən baxın. Bu istiqamətdən baxdıqda doğrudan da düz xətt gəlir. Düz xəttin altında rəngli x-in də sağında normal x var. Deməli, elə cavabımız A variantıdır. İndi gəlin o bir variantlara baxaq. Məsələn, B variantı. B variantında deyir ki, slash. Gəlirəm bax bu slash-i aşırdıram. Bax bu hissədən tuturam, aşırdıram, olur belə. Sonra bax bunun burasını da bu hissədən tutub aşırdıram, olur belə. Bu hissədən yenə tutub aşırdıram, olur belə. Düzdürmü? Biraz əyri çəkdim xəttləri, üzr istəyirəm. Yaxşı. Deyir ki, slash'ın altında rəngli x. Baxın bir dənə siz istəyirsiniz bax buradan belə baxın aşağıdan yuxarı. Mən görürəm ki, slash hara gəlir deyir. Bu rəngli x-in qara hissəsinə. Amma bir dənə baxın. Hə, burada da gəlir dəyir rəngli hissəsinə. İndi bir dənə sonra baxaq. Aha, bu gəldi deyir ki, slash'in yanında, slash'in sağında. Slash'in sağında pəncərə işarəsi var variantda. Amma siz bir dənə baxın, slash'in pəncərə işarəsi hansı tərəfindədir? Solundadır. Bu istiqamətdə baxsaz görəcəksiniz ki, slash'in pəncərə işarəsi solundadır. Həmçinin pəncərə işarəsi slash'in rəngli hissəsi ilə paraleldir. Amma burada baxın, pəncərə işarəsi x-in ağ hissəsi ilə paraleldir. Deməli, B variantı ola bilməz. Sonra bu hissəni silirəm, gəlirəm C variantına baxaq. Əla. C variantına baxsaq, deyir ki, rəngli pəncərə, əla. Rəngli pəncərənin altında slash, əla. Sağında da olsun düz xətt. Bunu qoydum kənara. Yenə baxın, slash'in bu nöqtəsi hara dəyir? Rəngli pəncərənin qara hissəsinə dəyirmi? Burada bəli. Amma burada baxın, hara dəyir? Ağ hissəsinə dəyir. Deməli, C variantını avtomatik silirəm. Bax, bunlara fikir vermək lazımdır. Slash'lərdə uşaqlar çox çaşırlar. Sonra, deyir x aşırdıram bu istiqamətdə. Əla. X aşırdım. Deyir, x-in altında rəngli pəncərə olsun. Baxıram rəngli pəncərəyə, əla. Rəngli pəncərənin sağında isə pəncərə işarəsi olsun. Baxın, bura qədər hər şey uyğun gəlir. Amma bir şeyə fikir verin. X-in altındakı rəngli pəncərədə bu hissə qaradır da. Amma bir dənə D variantına fikir verin. Görün hansı hissə qaradır? Bu hissə qaradır. Deməli, D variantı da səhvdir. İndi gəlirəm Y variantına baxıram. Deyir ki, burada da yenə eyni ilə. Rəngli pəncərənin altında X. X'in. Bax, bunu yenə X aşırdıram. X-in sağında nə var burada? Pəncərə var. Amma pəncərə X-in harasındadır? Sol hissəsindədir. Bir dənə bax buradan baxın. Xətt qoyduğum yerdə. Baxın, burada gəlir rəngli pəncərə. Rəngli pəncərənin altında, baxın, rəngli pəncərə altında adi pəncərə, sonra X gəlir. Görün bu istiqamətdə gedir. Amma burada görün hansı istiqamətdə gedir. Rəngli pəncərə, adi pəncərə X sadə qrəbin əks istiqamətində gedir. Deməli, Y variantı da səhvdir. Cavab eləyir A variantı.